Hər birinizi salamlayıram dəyərli abituriyentlər, şagirdlər və müdavinlər. Bugünkü YouTube izah videomuzun mövzusu Fransa tarixinin 11-ci 16-cı əsrləridir. Başlayaq. 11-ci əsrdən etibarən Fransada kənd təsərrüfatı artıq inkişaf etməyə başlayır. Nəyə görə? Çünki artıq Fransada atdan istifadə etməyə başlayırlar. Atın istifadə olunmasından sonra həm kənd təsərrüfatında mühüm addımlar atılır, həmçinin əmək məhsuldarlığı artırılır, ümumi məhsuldarlıq artırılır və s. Yəni atdan istifadə edilməsi Fransa tarixi üçün mühüm bir məsələdir. Lakin Fransanın cənubu ilə şimalı bir-birindən xeyli fərqlənir. Artıq cənubda müstəqilliyə doğru addımlar atılarkən şimal biraz geridədir. 11-ci 12-ci əsrlərdən etibarən Fransada yeni şəhərlər yaranmağa başlayır. Hansı ki, bu şəhərlərdən ən önəmlisi, hal-hazırda da ən əhəmiyyətli olan Paris var ki, hal-hazırda da Fransanın bildiyiniz üzrə ən əsas turistlik şəhərlərindən biridir. İndi isə gələk Fransa tarixində bəs dövlət anlayışı nə zaman yaranacaq? Dövlət anlayışı burada normanlarla yaranır. Birinci necə olduğundan danışmamışdan əvvəl normanlar kimdir ondan danışaq. Normanlar vikinglərin bir hissəsidir və normanların başçılarına Fransa mülklərindən torpaq verilir. Yəni Fransanın torpaqlarının kiçik bir hissəsi normanlarındır. Normanlar. Söhbət gedir Wilhelm. Normandiya hersoqu Wilhelm. Wilhelm 1066-cı ildə İngiltərəni özünə tabe edir. Bəs İngiltərə tabe edilibsə bunun Fransaya nə aidiyyəti var? İngiltərəni özünə tabe etsə də Wilhelm hələ də Fransadakı torpaqları da özü idarə edir və buna da Fransadakı idarəçiliyi də həyata keçirir və Wilhelmin buranı belə desək ki, idarə etməsi ilə bərabər Fransada mərkəzləşdirmə prosesi öz qədəmlərini artıq atmış olur və yavaş-yavaş mərkəzləşdirmə prosesi meydana gəlmiş olur. Mərkəzləşdirmə prosesi xüsusən şimaldan meydana gəlməyə başlayır və cənuba doğru gəlir. Mərkəzləşdirmə prosesinə lakin iri feodallar mane olurdu. Çünki iri feodallar öz yerlərindən müstəqil olmaq istəyirdilər. Bu zaman kral da onların hərəsi ilə onları beləcə bir-birinə qırdırır və hərəsi ilə ayrı-ayrı mübarizə apararaq onları hakimiyyətdən kənarlaşdırırdı. Və bundan sonra İngilislərin əlində olan Normandiya və Akvitaniyanı da qaytarırlar Fransaya. Bundan sonra artıq Fransada başlayırlar kralın hakimiyyətini gücləndirməyə. Kralın hakimiyyətini gücləndirmək üçün kral məhkəməsi yaranır, kral artıq qanunlar və s. verə bilərdi. Belə bir vaxtda ölkədə 4-cü Gözəl Filipin hakimiyyətinə gəlirik. 4-cü Gözəl Filip. Cismani formasından qadına bənzədiyinə görə, özündə bir qadın gözəlliyinə olduğuna görə taxtın adı Gözəl Filip qalıb, 4-cü Gözəl Filip. 4-cü Gözəl Filipin əsas istəyi Finlandiyanı ələ keçirməkdən ibarət idi və bu uğurda da həmçinin yeni vergilər təyin etmə uğrunda da Roma papası ilə bizim 4-cü Gözəl Filip arasında bir münaqişə yaranacaq və bu münaqişə nəticəsində dünya tarixində ilk dəfə 1302-ci ildə Fransada baş tatlar çağırılacaq. Baş tatlar, digər adı ilə baş məclis çağırılacaq. Baş məclis, belə desək ki, kralın hakimiyyətini möhkəmləndirmək üçün çağırılmışdı. Ümumən belə desək ki, bu hadisə ilə kral papa üzərində öz qələbəsini qazanmış olur. Burada artıq biz 4-cü Gözəl Filipdən danışdıq. İndi isə keçirik Fransa tarixinin ən vacib məsələlərindən biri olan 100 illik müharibəyə. Lövhəmizi təmizləyək, keçək 100 illik müharibəyə. Davam edək, gəldi indi Fransa tarixində 100 illik müharibə dövrünə. 100 illik müharibə 1337-dən 1453-cü ilə qədər davam edən bir müharibədir. Əslində burada 100 il dediyinə baxmayın, bu müharibə tam 116 il davam edir. Tərəflər kimdir? Bir tərəfimiz İngiltərədir. İkinci tərəfimiz isə Fransadır. Nə uğrundadır? Əsas Finlandiya uğrundadır, həmçinin hakimiyyəti ələ keçirmək uğrundadır. 100 illik müharibə gedişatında belə desək ki, 3 dənə əsas döyüşümüz var. 1346, 1356, 1415. 1346 Kresti döyüşü, 1356 Poitiers döyüşü, 1415 Azincourt döyüşü. Hər 3 döyüşün üçündə də fransız qoşunları, fransızlar məğlub olur. Və İngilis qoşunları qalib gəlir. Bundan sonra artıq İngilis qoşunları qalib gəldikdən sonra Fransanın mərkəzinə doğru irəliləməyə başlayırlar. Fransa mərkəzi isə Orlean şəhəri sayılır. Orlean tutulsa əgər Fransa tam şəkildə tutulmuş sayıla bilərdi. Orleanın müdafiəsinə isə Janna adında 18 yaşlı
bir qız qalxır və Janna Orleanı müdafiə eləyir. Yəni öz ətrafına insanlar yığır. Bir növ beləcə ki, partizan müharibəsi başladır və bu müharibə ilə 1429-cu ildə Orleanın müdafiəsini qalib gəlir. Yəni Orleanı azad eləyir və bununla da müharibənin gedişatında tam bir dönüş yaranır. Lakin bir müddətdən sonra Janna d'Arc'ı ingilislər əsir götürürlər. Nəyə görə? Çünki Janna d'Arc'ın ölkədə qalxmış nüfuzundan Fransa kralı özü narahat olmuşdu və ona görə də onu cadugərliklə lənətlənmişdi. Hətta onu belə desək ki, girov götürdükdə onun arxasıca heç kəs getməmişdi. Cadugərliklə ittiham olunaraq onu tonqalda yandırmışdılar. Janna d'Arc'ın tonqalda yandırılma hadisəsindən sonra 100 illik müharibə eləməz 1453-cü ildə başa çatır. 100 illik müharibə dediyimiz kimi gedişatın ən əsas təsiri Janna d'Arc'ın Orleanı müdafiəsini uğurla həyata keçirməsi olmuşdu və 100 illik müharibənin dövründə Fransa qalib gələcək. Bağlanan sülhə görə sadəcə Calais limanı veriləcək ingilislərə. Calais limanı verir ingilislərə. Bununla da 100 illik müharibəni də başa çatdırırıq. 100 illik müharibədən sonra Fransa tarixində hansı ki biz görəcəyik ki, kəndli müharibələrini, həmçinin qara ölümü və s. İndi isə lövhəmizi təmizləyək və keçək yerdə qalan məsələlərə. İndi isə keçək Fransada olan kəndli müharibəsinə, hansı ki 1358-ci ildə Fransa tarixində Jacqueslar üsyanı baş verir. Jacqueslar üsyanı. Jacqueslar üsyanı kəndli üsyanıdır. O dövrdə kəndlərə Jacques deyildiyinə görə bu üsyanın da adı məhz elə Jacqueslar üsyanı qalır. Jacqueslar üsyanı artıq belə desək ki, həm aparılan müharibələrdən əhali təngə gəlmişdi, həmçinin qaldırılan vergilərdən, əhaliyə olan istismardan, zülmdən Jacqueslar üsyanı baş vermişdi. Jacqueslar üsyanı onlar xeyirxah, beləcə ki, kral istəyirdilər ölkədə. Lakin Jacqueslar üsyanı yatırılır, hiylə yolu ilə yatırılır belə ki. Jacqueslar üsyanının rəhbərini saraya çağırırlar ki, daha gəl bəs qarşılıqlı razılaşmaya gələk. Üsyan rəhbəri saraya getdikdə orada ona hiylə qururlar və onu öldürürlər. Bununla da Jacqueslar üsyanı yatırılır. Bundan sonra artıq Avropada qara ölüm, yəni vəba epidemiyası yayılır. Vəba epidemiyası ilə həm Fransada, həm digər Avropa dövlətlərinin arasında bir çox insanlar tələf olur. Çünki o dövrdə vəba epidemiyasının belə rahat bir həll yolu yox idi. Bəs biz mərkəzləşdirmə prosesinə Normandi işğalı ilə başlatdıq, bəs başa çatdırmadıq. İndi isə gəlin mərkəzləşdirmə prosesini başa çatdıraq. Hansı ki 11-ci Ludovikin dövründə 11-ci Ludovikin dövründə mərkəzləşdirmə prosesi əsasən başa çatır. O yeni əyanlara qarşı mübarizə aparır. Onları şəxsən bir-birinə qırdıraraq, hərbini ayıraraq məğlub edir. Və bununla da 11-ci Ludovik Fransanı mərkəzləşdirir və birləşdirir. Bu formada biz Fransanın yerdə qalan dövrünü, hansı ki Napolyon Bonaparte dövrünü, imperiya dövrünü, respublika dövrünü və s. hər birisini növbəti YouTube izah videolarımızda danışacağıq. İndi isə keçəcək növbəti YouTube izah videomuza, yəni İngiltərəyə.